Məlum olduğu kimi Dövlət Təhlükəsizliyi Xidməti Balakən rayon icra hakimiyyətində əməliyyat keçirib. Bu çərçivədə rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir. İddialara görə icra başçısı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadrı olub. Qlobal İnfaza danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məlumatı təsdiqləyib. O bildirib ki, İslam Rzayev Ramiz Mehdiyevin kadrı olub. Stat: Bu təsadüfi deyil. Çünki Balakən sərhəd zonasıdır. Rusiya və Dağıstanla əlaqələrə görə Mehdiyevin orada xüsusi maraqları var idi. Bundan əvvəl də qeyd etmişdim ki, Rusiyaya müəyyən məlumatlar ötürülür, hazırlıq işləri aparılırdı. Bəzən sərhəddə bəzi şəxslərin keçidi xüsusi təşkil edilirdi. Böyük ehtimalla bu prosesdə rayon səviyyəsindəki təşkilatların da əli olub. Əlimizdə olan məlumata görə onların Balakəndə gizli görüşləri keçirilir. Statın sonu. Hafiz Hacıyev yaxın zamanda bu hadisələrin davamının olacağını istisna etməyib. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.